Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Yaxın Şərq münaqişəsinin həllində irəliləyişin olmaması səbəbindən qlobal bazarda neft qiymətləri artır. Oxu Az xəbər verir. Bu barədə Interfax məlumat yayıb. Bakı vaxtı ilə saat 09:10-da Londonun ICA birjasında iyul ayına çatdırılma ilə Brent markalı neftin fütureslərinin qiyməti $1.80, 1,65% artaraq 1 barel üçün $111.6 çatıb. Əvvəlki sessiyada Brent markalı neftin qiyməti $3,54, 3,35% artaraq 1 barel üçün $109.26 olmuşdu. New York Ticarət birjasında NYMEX iyul ayına çatdırılma ilə WTI markalı xam neftin fütureslərinin qiyməti $2.11, 2% artaraq 1 barel üçün $107.53 çatıb. Əvvəlki sessiyada WTI markalı xam neft $4,25, 4,2% artaraq 1 barel üçün $105.42 olub. Türkiyənin Diyarbəkir vilayətində 15 yaşlı qızın qətli ilə bağlı araşdırma başladılıb. No Comment Az xəbər verir ki, Çinar rayonunun Harabekənd məhəlləsində yaşayan 15 yaşlı Hülya Asar evində qarın nahiyəsindən güllə yarası almış vəziyyətdə ölü tapılıb. Məlumata görə, hadisə mayın 15-də səhər saatlarında baş verib. Qohumları Hülya Asarı evdə qan içində gördükdən sonra vəziyyət barədə təcili yardıma məlumat veriblər. Hadisə yerinə gələn səhiyyə və jandarma əməkdaşları yeniyetmənin həyatını itirdiyini müəyyən ediblər. Aparılan ilkin müayinədə onun qarın nahiyəsindən odlu silahla vurulduğu bildirilib. Hülya Asarın meyiti yarılma aparılması üçün Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərilib. Daha sonra cəsəd ailəsinə təhvil verilərək dəfn olunub. Hadisə ilə bağlı istifadə olunduğu ehtimal edilən silah götürülüb. İstintaq çərçivəsində bəzi ailə üzvləri saxlanılaraq ifadələri alınıb, lakin sonradan sərbəst buraxılıblar. Jandarma tərəfindən hadisənin bütün detalları ilə araşdırıldığı bildirilib. Bölgələrdə və paytaxt Bakıda aprel ayından başlayan anormal yağıntıların may ayında da intensiv şəkildə davam etməsi kənd təsərrüfatı sektorunda ciddi narahatlıqlara yol açır. Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatına görə, təkcə mayın 17-də qeydə alınan yağıntının miqdarı 40-55 mm olmaqla, aylıq normanın 203-279 yeni təşkil edib. Normadan bir neçə dəfə çox düşən bu cür anormal leysanlar və sel suları aqrar sektorda məhsul qıtlığı təhlükəsini gündəmə gətirib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yaz mövsümündə torpağın həddindən artıq rütubətlənməsi bitkilərin kök sistemini zədələyir. Vegetasiya dövrünü ləngidir və müxtəlif göbələk xəstəliklərinin yayılmasına münbit şərait yaradır. Xüsusilə dənli bitkilər, meyvə-tərəvəz sahələri və açıq qrundda yetişdirilən məhsullar bu növ təbiət hadisələrindən birbaşa zərər görür ki, bu da payızda həm qıtlığa, həm də bazarlarda kəskin qiymət artımına səbəb ola bilər. Məsələ ilə bağlı No Comment azla danışan kənd təsərrüfatı eksperti Nazim Sarıyev qeyd edib ki, normadan qat-qat artıq düşən yağıntılar cari mövsümdə məhsuldarlığı ciddi şəkildə aşağı salacaq. May ayı kənd təsərrüfatında bir çox bitkilərin çiçəklənmə və formalaşma dövrüdür. Belə bir vaxtda aylıq normanın qısa müddətdə 200%-dən çox yağması sahələrin su altında qalmasına, torpağın nəm qatının normadan artıq doymasına gətirib çıxarır. Nəticədə bitkilər oksigen ala bilmir, kök çürümələri başlayır və məhsul tam yetişmədən məhv olur. Xüsusilə taxılçılıq və erkən tərəvəzçilik sahələrində artıq itkilər qaçılmazdır. Bu gedişat davam edərsə, payız mövsümündə yerli məhsulların tədarükündə kəskin azalma müşahidə edəcək ki, bu da birbaşa qıtlıq və bahalaşma deməkdir. Onun sözlərinə görə bu cür anormal hava şəraiti fermerlərin xərclərini 2 qat artırır və dövlətin dəstək mexanizmlərini zəruri edir. Həddindən artıq rütubət təkcə fiziki tələfata yox, həm də kütləvi bitki xəstəliklərinə və zərərvericilərin artmasına yol açır. Fermerlər sahələri xilas etmək üçün əlavə agrokimyəvi dərmanlamaya getmək məcburiyyətindədirlər ki, bu da məhsulun maya dəyərini artırır. Aqrar sığorta sisteminin bu prosesdə operativ hərəkət etməsi, zərər çəkən fermerlərin monitorinqinin dərhal aparılması vacibdir. Əgər indidən tədbir görülməsə və sel sularının sahələrdən kənarlaşdırılması üçün drenaj sistemləri düzgün qurulmasa, payızda daxili bazarda bəzi kənd təsərrüfatı mallarının tapılmasında ciddi problemlər yaşayacağı.
Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 650,2 min Amerika Birləşmiş Ştatları dolları dəyərində 530 ton A98 super markalı avtomobil benzini gətirilib. Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Hesabat dövründə Azərbaycan Belarusdan 293,5 min ABA dolları dəyərində 239,4 ton, Rumıniyadan 206,8 min ABA dolları dəyərində. Bir il əvvəlki göstəricidən 46'yı çox 168,7 ton, 46'yı Rusiyadan 150 min ABA dolları dəyərində 49'yı, 122,3 ton, 49'yı və benzin alıb. Azərbaycan bir il 4 aylıq fasilənin ardından Belarusdan tədarükü bərpa edib. 2025-ci ildə Azərbaycana idxal edilmiş A98 benzinin 45,2 Rumıniyanın, 40,1 Rusiyanın payına düşüb. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır. Bəs hamilə qadınlar əlavə iş yerində çalışa bilərlərmi? Bunun üçün hansı şərtlər vacibdir? Oxu24.com-un suallarını əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova cavablandırır. Əmək qanunvericiliyinə əsasən gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Əvəzçilik üzrə iş vaxtının müddəti müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işə götürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işə götürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işə götürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yol verilməzdir. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur. Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşarmadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.